35 yaşımda ərim çantasını götürüb çıxdı. 2 uşaqla, boş ciblərlə tək qaldım. Qohumlar deyirdi ki, qayıt yanına. Dostlar deyir ki, bu yaşda nə edəcəksən? Hamı bir şey deyirdi. Heç kim kömək etmirdi. Bir həftə ağladım. Sonra dedim, ağlamaq üçün vaxtım yoxdur. Uşaqlarım var. Əlimdə nə var idi? Mətbəx, əllər, reseptlər. Anamdan öyrəndiyim tortlar, şirniyyatlar. WhatsApp statusuma bir tort şəkli atdım. Sifariş qəbul edirəm yazdım. Ürəyim döyünürdü. Bəlkə heç kim cavab verməyəcəkdi. Bəlkə gülüşəcəkdilər. Bir nəfər yazdı. 10 manata tort istədi. O gecə bişirdim. Satdırdım. Qapıdan qaydanda o 10 manatı əlimdə tutub ağladım. Çünki bu pul sadəcə pul deyildi. Bu bacara bilirəm demək idi. 3-cü ayda 30-40 sifariş var idi. 6-cı ayda kiçik avadanlıq aldım kreditlə. İlk işçimi götürdüm. Həmən mənim kimi tək qalmış bir qadın. İndi 4 ildir ayaqda dururam. 6 işçim var. Uşaqlarım hər gün məktəbə gedir. Öz pulumla. Ərim getdi. Amma o gedəndə apardığı şeylərdən daha çoxunu mən özüm qazandım. Özüm üçün.